Cadu nədir də? Əslində bir qıtlıqdır. Cadu inancı qıtlıq, günahkarlıqdır. Kimlərə cadu eləyir, səndə hər şey yaxşıdır, başqa birisinin xoşuna gəlmir, istəyir sənə zərər versin, səndə olmasın. Sevgidə olmayan insana hər şey mənfi təsir eləyir. Adi, yəni xüsusi cadu eləməyə ehtiyac yoxdur. Biri lap ona pis söz dedi, o onu yıxdı, sürüdü. Yəni bir həftə 10 gün özünə gələ bilmir onsuz da, ya da ki, hər şeyini dağıda bilər. Biz sevgidə olanda bizə heç nə təsir eləyə bilmir. Niyə? Çünki Allah sevginin özüdür. Allaha cadu təsir eləyə bilər. Allaha qarğış eləyəndə Allahı tutur. Yox, biz də Allahın nəfəsiyik. Mahiyyətimiz Allahın nəfəsidir. Biz Allahın nəfəsidir və bizim bədənimiz var. İnsan bunu unudur, yaradanla bağını qoparır, ancaq bədən olaraq özünü düşünür. Bədən də qorxular içindədir. Niyə? Çünki bədən yaşlanır, qocalır, xəstələnir, ölür. Bədənə güvənə bilmərik biz də, bədən ömürlük deyil. Bədən bizə müvəqqəti verilmiş bir alətdir ki, biz orada hisslərimizi bu dünyada xoşbəxtəvər olub və yaradanın bizə verdiyi missiyanı yerinə yetirməyə gəlmişik. Biz əslində əsas mahiyyətimiz var. İnsanlar əzab çəkilir əsas mahiyyəti unudanda. Və əgər bir insan deyirsə ki, mənə cadu təsir, o öz mahiyyətində deyil, özü deyil. Qorxulardadır. Ona da ki, hər şey təsir edir. Nəinki cadu, hər şey. Biri onun üstünə qışqırsın, sögəyib ağlayacaq, 3 gün özünə gələ bilmir. Özünə gözəl bir şey alsın, hamı gəlsin, desin, sən nə haqla bunu özünə almışsın? Deyəcək, yəqin mən səhvəm, qoy mən bunu tez dağıdım, qoy məndə yaxşı için olmasın, mən layiq deyiləm. Ona hər şey, yəni hər kəlmə onu məhv eləyə bilər, dağıda bilər. Öz təməli yoxdursa bir insanın, yəni kim olduğunu bilmirsə, öz gücünü bilmirsə, yaradanla bağı yoxdursa, orada qorxuları, kini-küdurəti var, günahlandırması varsa, yaxşı içini gözləməyin. Hər şey təsir eləyəcək. Sevgidə olan insana heç nə təsir eləmir. Heç nə. Ən böyük gücdür sevgi, başa düşürsünüz? O da sizin özünüzdə mahiyyətiniz sevgisiz.